Narahat edən məsələ 907-ci düzəlişin tamamilə ləğv edilməsidir. Çünki bunun icrasının dayandırılması prezidentin səlahiyyətidir. Əvvəlki illərdə də hər il prezident konqresə hesabat verirdi və bildirirdi ki, Azərbaycanla münasibətləri yaxşıdır, bunu dayandıraq. Hər il şəklində dayandırılıb. Yəni uzun müddətli ilk dəfə 2002-ci ildə George Bush tərəfindən dayandırılıb və hər zaman da Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edilib 907. O baxımdan da biz bunun tamamilə ləğv edilməsini istəyirik. Yəni tamamilə gündəlikdən çıxarılsın və heç zaman dirçəldilməsin. Yəni gündəmə gətirilməsin və biz dayanıqlı istəyirik ki, bu ləğv olunsun. Daimi olaraq çalışırıq ki, bu ləğv edilsin və əlimizdə çox yaxşı fürsətlər var. Çünki Senatın rəhbəri, Senatın prezidenti elə J.D. Vance-dir və o da vitse-prezidentdir. Senatda 100 senator əyləşir və onlar sonda qərarını J.D. Vance verir. Digər tərəfdən 435 nəfər də nümayəndələr palatasında deputat əyləşir və orada da respublikaçıların çoxluğu mövcuddur ki, bu ABŞ prezidenti Donald Trump'ın partiyasıdır və hazırda da 907-nin tamamilə ləğv edilməsi ilə bağlı ABŞ konqresmeni, respublikaçı Anna Paulina Luna tərəfindən sənəd təklif təqdim edilib həmin bu nümayəndələr palatasının beynəlxalq münasibətlər komitəsinə. Lakin hələ müzakirəyə çıxarılmayıb. Çünki çox böyük bir prosesdir. Həqiqətən də həm də nümayəndələr palatasında həmin bu komitədə Adam Schiff, Frank Pallon, Dina Titus, Azərbaycanın kəskin tənqidçiləri, Azərbaycan əleyhinə əsas qarayaxma kampaniyalarının müəllifləridir ki, bunlar o komitədə əyləşirlər. Ona görə də biraz işimiz daha çətin olacaq deyə düşünürəm ki, bu əngəlləri aşmaq müəyyən qədər vaxt tələb eləyir və güclü advokasiya tələb eləyir ki, həm Azərbaycan tərəfindən, həm bizim tərəfdən olan respublikaçıların advokasiyası lazımdır ki, bunun ləğvinə çalışaq və bir həlledici məqam da odur ki, ABŞ-da bu il noyabr ayında aralıq seçkilər keçiriləcək. Konqresdə nümayəndələr palatasının 435 üzvü üçün bu olacaq seçkilər və orada mütləq əksəriyyət respublikaçı seçilməlidir. Trump özü də bu məsələdə narahatdır. Ona görə də bütün həmlələri elə sülh şurasının yaradılması, ictimai rəydə bir müsbət bir fon yaratmaq, bu konfliktlərin bitirilməsi özü üçün müsbət fon yaradır ki, aralıq seçkilərdə respublikaçıların mütləq əksəriyyəti əyləşsinlər nümayəndələr palatasında.